Salam, hörmətli müəllimlər və müdavimlər. Bugün sizə Brunerin kognitiv öyrənmə nəzəriyyəsi haqqında danışmaq istəyirəm. Kognitiv öyrənmə nəzəriyyəsi nədir? İlk öncə onu deyim ki, miksilər üçün bu il gəlib, yəni 2026 tarix kitabında var və bu il çərçivə sənədində də miksilər üçün var. Sertifikasiyaya gedən müəllimlər üçün hələ ki çərçivə sənədində yoxdur. İndi gələcəkdə olacaq, olmayacaq, o hələ bəlli deyil. İlk öncə onu deyim ki, müəllimlər, Jerome Bruner özü konstruktivizm nəzəriyyəsinin nümayəndəsidir. Ümumiyyətlə, konstruktivizm nə deməkdir? Konstruktivizm nəzəriyyəsinin nümayəndələri düşünür ki, şagirdlər məlumatları başqaları tərəfindən öyrənməli deyil, özləri öyrənməlidir. Yəni, özləri araşdırmalıdır, özləri tapmalıdır, özləri öyrənməlidir. Bu da nəzəriyyənin nümayəndələrindən biri də Brunerdir. İndi gəlin görək Bruner nə deyir? Brunerə görə öyrənmə əzbərləmək deyil. Yəni, kognitiv öyrənmə nəzəriyyəsinə görə öyrənmə əzbərləmək deyil. Şagird nə etməlidir? Əldə etdiyi məlumatı əvvəlki bilikləri ilə əlaqələndirməlidir, düşünməlidir və nəticə çıxardaraq öyrənməlidir. Deməli, bu zaman deyir, şagirdlərin yaddaşında bilik daha möhkəm qalır. Çünki şagird nə edir? Özü öyrənir, yəni özü nəticə çıxardır, özü araşdırır, özü öyrənir. Ona görə də bu zaman şagirdlərin yaddaşında özü əziyyət çəkdiyinə görə, özü araşdırdığına görə, özü öyrəndiyinə görə daha möhkəm qalır. Müəllim isə burada sadəcə nədir? Yönləndirəndir. Düşünməyə sövq edən fasilitatordur. Bruner deyir ki, mövzu uşağın yaş səviyyəsinə uyğun olaraq izah edilərsə, uşaqlar onu başa düşər. Yəni, deyir ki, istənilən mövzu, istənilən yaşda öyrədilə bilər. Əsas məsələ yaşa uyğun öyrədilməlidir. Brunerin deməli, öyrənmədə 3 modeldən istifadəsi tövsiyə edir ki, 3 modeldən istifadə effektiv olar. Bu hansı modeldir? Hərəkətli öyrənmə, buna praktik öyrənmə də deyəcəyik. Məsələn, baxın bu şəkildə şagirdlər hərəkət edərək öyrənirlər. Daha çox kiçik yaşlarda effektiv olur. Əşyaları saymaq, tutmaq, qruplaşdırmaq, ondan sonra addım ataraq toplama çıxma etmək, iplə əşyaların çevrəsini ölçmək. Yəni, kiçik yaşlarda uşaqlar hərəkətli, praktik öyrənməklə daha yaxşı öyrənirlər. Bir qədər böyüdükdən sonra isə artıq bu öyrənmə keçməlidir vizual öyrənməyə. Modelin ikinci addımı vizual öyrənmədir. İkonik öyrənmə də deyirik buna. Uşaq şəkillərlə, sxemlə, modellər vasitəsilə öyrənir. Və gördüyümüz bu şəkildə biologiya müəllimi şagirdə nə edir? Vizual öyrənmədən istifadə edərək öyrətməyə çalışır. Məsələn, nümunə, heyvanları şəkillərlə öyrənmək, kəsirləri pizza şəkli ilə göstərmək, məsələni sxemlə qurmaq və s. Bu olacaq vizual, yəni ikonik öyrənmə. Üçüncü addım isə müəllimlər, simvolik öyrənmədir. Simvolik öyrənmədə artıq şagird elmi öyrənmədən söhbət gedir. Yəni, riyazi simvollar, nitq vasitəsilə, terminlər vasitəsilə öyrənmək və yaxud da oxuduğu qaydanı sözlü şəkildə izah edə bilmək. Yəni, uşaq burada həm sözlərlə, həm də işarələrlə öyrənir, riyazi işarələrlə. Misal üçün, 3 + 2 = 5. Yəni, burada tam artıq simvolik öyrənmə var. A + 2 × 3 və s. kimi ifadələri başa düşür və öyrənir. Eyni zamanda qaydaları sözlərlə izah edə bilir. İndi bu, Brunerin 3 modelində əsas fikir nədir? Deyir ki, bu 3 üsul birlikdə istifadə oluna bilər. Uşağın yaşı öyrənməyə məhdudiyyət deyil. Mövzu sadə izah olunarsa, hər yaşda öyrətmək mümkündür. Və yekun nəticə olaraq Bruner deyir ki, öyrənmə aktiv prosesdir, uşaq edir, yəni hərəkət edir, sonra görür, yəni vizual öyrənir, sonra isə nə edir? Düşünür və özü anlayır. Brunerin kognitiv inkişaf nəzəriyyəsində müəllimlər hazırlıq anlayışı da var. Hazırlıq anlayışı nədir? Hazırlıq anlayışı, ümumiyyətlə Bruner deyir ki, məktəblər çox vaxt gözləyir ki, uşaq hazır olsun, sonra öyrənsin. Amma bu düzgün düşünmə deyil. Bu öyrənməni lazımsız gecikdirəcək. Ona görə də hər mövzu uşağın yaşından asılı olmayaraq, sadə və uyğun formada izah olunarsa, uşaq onu başa düşər. Yəni, problem uşağın hazır olmasında deyil, mövzunun təqdim olunmasındadır. İndi gəlin görək, biz necə eləməliyik ki, şagirdlər istənilən yaşda, istənilən mövzunu öyrənə bilsinlər. Məsələn, nümunə. Nümunə olaraq burada cazibə qüvvəsini veribdir. Biz düşünürük ki, cazibə qüvvəsi heç vaxt ibtidai sinifdə öyrədilə bilməz, düzdürmü?
Yəni cazibə qüvvəsi hara, ibtidai sinif hara. Yəni fikirləşir ki, uşaq çox balacadır. Amma əslində belə deyil. Brunner deyir ki, onun başa düşdüyü formada öyrət. Yəni ki, mövzunu gecikdirmək yox, sadə və praktik formada öyrətmək lazımdır. Misal üçün, müəllim ibtidai sinifdə cazibə qüvvəsini izah edir. Əşyaları əlindən buraxır və uşaqlar görür ki, bütün əşyalar düşür aşağı. Və deyir ki, müəllim uşaqlara, görürsünüzmü, yer hər şey özünə çəkir. Buna deyilir cazibə qüvvəsi. Deməli, uşaqlar özləri də əşyaları tullayırlar bir-bir, görürlər ki, əşyalar düşür yerə. Müəllim bunun cazibə qüvvəsi olduğunu deyir. Və sonra isə uşaqlara sadə bir sual verir. Ay uşaqlar, cazibə olmasaydı nə olardı? Və bununla da uşaqlar sadə dildə cazibə qüvvəsi haqqında ilkin anlayışlara, ilkin biliklərə yiyələnirlər. Ümumiyyətlə, Brunnerin kognitiv öyrənmə nəzəriyyəsinin əsasında spiralvari kurikulum dayanır. Spiralvari kurikulum nədir? Bayaq izah elədim, 3 model. Bax, o 3 model spiralvari şəkildə şagirdlərə öyrədilməlidir. Yəni necə? Diqqətli qulaq asın. Bax, spiralvari kurikulumda deyir ki, Brunner, ümumiyyətlə deyir, hazırlıqla spiralvari anlayış bir-birindən çox bağlıdırlar. Yəni, öyrənmə prosesinin əsasını, ümumiyyətlə, Brunnerin spiralvari kurikulum təşkil edir. O hesab edir ki, hər mövzu şagirdin hazırlıq səviyyəsinə uyğun şəkildə təqdim olunarsa və həmin mövzu şagird müxtəlif yaşa çatdıqca inkişaf mərhələlərində təkrar-təkrar daha dərin və mürəkkəb səviyyədə öyrənilə bilər. Yəni, spiral formasında. Əvvəl sadə, daha sonra isə spiral artıq nə edir? Yuxarı qalxdıqca daha da, belə deyək, genişləndirilmiş şəkildə. Gəlin, baxaq bir nümunə üzərinə. Bu prinsip spiralvari adlanır. Yəni, getdikcə genişlənən və dərinləşən öyrənmə deməkdir. Və spiralvari kurikulum modelinin əsasını təşkil edir. Ümumiyyətlə, kurikulum deyir ki, uşağın yaşından asılı olmayaraq mürəkkəb məlumatlar da şagirdlərə nə edə bilər? Öyrədilə bilər. Spiralvari kurikulumda mövzu bir dəfə yox, dəfələrlə öyrədilir. Hər dəfə daha dərinləşir, daha çətin səviyyə çatır və uşaq getdikcə daha yaxşı başa düşür. Baxın, burada bir şəkil də var. Spiralvari kurikuluma görə balaca yaşlı uşaqda hərəkətlə öyrədiləcək. Uşaq hərəkət edir, kubiklərdən oynayır və s. Yuxarı qalxdıqda ikonik, yəni vizual görüntülərlə öyrədilir uşağa öyrənmə. Uşaq daha böyüdükdə isə artıq bu simvolik elmlər, yəni simvolik düsturlar, nitq və s. öyrədiləcək. Yəni, buna deyirik spiralvari kurikulum. Misal üçün, ən aşağı, yəni spiralın ən aşağı mərhələsində şagird nə edir? Əşyalarla sayır. Əşyaları daha doğrusu sayır. Barmağı ilə və s. Sonra isə təsəvvüründə canlandırır. Və sonda isə əşyaları sayanda, əvvəl sayanda əşyaları başlayır, məsələn, müəyyən bir, belə deyək də, kiçikdir də uşaq, kubiklə sayır və s. əşyalarla sayır, saymanı. Məsələn, balaca uşağa biz nə deyirik? Qarşısına müəyyən rəngli figurlar düzürük. Deyirik ki, bir-bir götür, qoy qırağa, 1, 2, düzdür? Uşaq da götürüb qoy qırağa, 1, 2, elə. Sonra uşaq artıq beynində sayacaq, təsəvvüründə. Yəni, beyində vizuallaşdıracaq, sayacaq. Daha sonra isə artıq uşaq rəqəmlərlə işləyəcək. Buna deyirik spiralvari kurikulum. Bir də müəllimlər, Brunnerin tədqiqat əsaslı öyrənmə ilə bağlı da fikirləri var. Ümumiyyətlə, biz tədqiqat əsaslı öyrənməni sorğu və araşdırma əsaslı təlimdə keçmişik. Elə burada da demək olar ki, ondan eyni şeydir. Brunner deyir ki, öyrənmədə mövzular şagirdə hazır formada verilməməlidir. Əksinə, şagirdlər özləri öyrəndikləri məlumatı özləri qurmalı və özləri bilik arasında əlaqələri fəal şəkildə kəşf etməlidirlər. Brunnerin bu yanaşması öyrənmə prosesini pasiv bilik qəbulundan uzaqlaşdırır, uşaqlar artıq öyrənmə prosesinin aktiv üzrünə çevirirlər. Onlar özləri araşdırırlar, təcrübə əldə edirlər və s. O qeyd edir ki, öyrənənlər bilikləri sadəcə qəbul etməməlidir. Öz təcrübəsində, müşahidəsində, düşünmə fəaliyyətində yaratmalıdır, strukturlaşdırılmalıdır. Brunnerə görə şagird hazır bilik almamalıdır. Bunu əvvəldə də dedik, indi də deyirik. Öz araşdırmalıdır, kəşf etməlidir. Biliklər isə təcrübə və düşüncə ilə qurulur. Yəni, deyir ki, mən uşağa 100 dəfə öyrədim ki, yəni hazır bir bilik verim də, 100 dəfə öyrədim ki, əşyanın adını bildirən nitq hissəsi isim deyir. Yəni, bu hazır bir bilikdir.
Bunu şagird uzun müddət yadında saxlamayacaq. Amma şagird bunu təcrübədə, özü əşyalarla işlədikcə, o əşyalara sual verdikcə və s. daha yaxşı, yəni özü araşdırdıqca daha yaxşı öyrənəcək. Ona görə tədqiqat əsaslı öyrənmə deyir ki, şagirdin müasir təlimdə ən yaxşı öyrənməsidir. Bəs yaxşı, burada müəllimin işi nədən ibarətdir? Burada müəllimin işi müəllimlər sadəcə yönləndirmək və dəstəkləməkdir. Bruner bunu 6 funksiya ilə izah edəcək. Müəllimin həmin bu tədqiqat əsaslı öyrənmədə 6 əsas funksiyası var. Birinci funksiyası səfərbərlik. Biz motivasiya sözünü hər cür eşitmişdik. Maraq oyatma deyirdik, cəlb edilmə deyirdik, yönləndirmə deyirdik, cəlb edilmə deyirdik. İndi burada səfərbərlik adı ilə tanış olduq. Deməli, səfərbərlik şagirdlərdə maraq oyatmaq deməkdir. Yəni, müəllim şagirdin diqqətini, marağını oyadır. Və tapşırığı nəyə görə, fəaliyyəti nəyə görə edirlər, məqsədini uşaqlara başa salır. Bu olur səfərbərlik, yəni müəllimin səfərbərlik funksiyası. Müəllimin ikinci funksiyası sərbəstlik dərəcəsinin azaldılmasıdır. Burada isə tapşırığı sadələşdirmək nəzərdə tutulur. Sərbəstlik dərəcəsinin azaldılması o deməkdir ki, yəni axı biz tədqiqatda şagirdlərə hər şeyi sərbəst veririk. Amma tapşırığı sadələşdirəndə bir qədər o sərbəstliyi azaldıram. Tapşırıq çox çətin olmasın deyə müəllim onu asanlaşdırır və istiqamət verir. Bu ikinci müəllimin funksiyasıdır. Müəllimin üçüncü funksiyası müəllimlər istiqaməti qorumaqdır. Yəni, müəllim elə bir dəfə istiqamət verdi, qutardı, yəni keçin otursun yerində, xeyr. Müəllim şagirdin diqqəti yayınmasın deyə davamlı şəkildə onu yönləndirməlidir və sona qədər istiqamət qorunmalıdır. Dördüncü funksiya isə əsas xüsusiyyətlərin vurğulanması. Yəni, mövzuda vacib hissələr, ən vacib hissələr ön plana çəkilməlidir. Yəni, uşaqlar vacib hissələri kənara qoyub, qeyri-vacib hissələrlə məşğul olmasınlar. Əsas vacib hissələr nə etməlidir? Ön plana çəkilməlidir. Və müəllimin 5-ci funksiyası, məyusluğun qarşısını almaq. Yəni, uşaqları ruhdan düşməyə, məyus olmağa, çətinlik çəkəndə müəllim onları dəstəkləməlidir, qoymamalıdır ki, onlar ruhdan düşsünlər, məyus olsunlar və s. Yəni, məyusluğu aradan qaldırmaq da bizim funksiyamızdır. Və sonuncu, 6-cı funksiyamız isə nümayiş. Nümayiş nədir? Yəni, nümunə göstəririk. Buna skafolding də deyə bilərik. Müəllim tapşırığın necə edildiyini şagirdə nə edir? Göstərir. Amma tam cavabı demir. Sadəcə bir nümunə üzərindən izah edir. Buna deyirik, müəllimin şagirdə həmən bu tədqiqatda göstərdiyi dəstəklərdən biri. Vəssalam. Bu da oldu bizim kognitiv inkişaf və tədqiqat əsaslı öyrənmə nəzəriyyəmiz. Bir qədər genişdir, amma o qədər də çətin nəzəriyyə deyil. Yəni, diqqətli oxusaz, diqqətli qulaq assaz, sadə və başa düşüləndir.